Salam müəllimlər, bugün biz bullyingə aid testlərin izahına baxacağıq. Uyğunluğu müəyyən edin. Məqsədli bullying, düşünülməmiş bullying, verbal bullying, kiberbullying. Bunlara uyğun olan hansıdır seçək. Bully şifahi və yazılı formada şəxsi təhqir edir və alçaldır. Şifahi və yazılı formada şəxsi təhqir edir, alçaldırsa, bu verbal bullyingdir. Yəni 3-ə A-nı yazırıq. Bir dəqiqə qələmi aktiv edeyim. Demək 3-də A variantıdır. Bully edən şəxs xoşu gəlməyən insanı davamlı incitməkdən zövq alır. Davamlı incitməkdən zövq alırsa, deməli bu məqsədli bullyingdir. Bilərəkdən edir bunu. 1-ə B variantı uyğun gəlir. Sosial mediada kiminsə haqqında yalanlar yaymaq və utancverici şəkillərini yerləşdirmək. Bu kiberbullyingdir sosial mediada, açar söz mediada. Demək 4 C variantı. Bullying prosesinə yalnız əyləncə kimi baxır və onun qarşısındakı şəxsə vurduğu zərəri anlamır. Bu da düşünülməmiş bullyingdir ki, cavab demək 2-də D-ni yazıram. 1B, 2D, 3A, 4C. Cavab Y variantı. Növbəti, məktəbdə bir qrup şagird mütəmadi olaraq pəncərələrin şüşələrini daşla sındırır. Bu situasiyaya verilənlərdən hansı uyğundur? Əgər bir qrup şagird məktəbin pəncərəsinin şüşəsini daşla sındırırsa, əlbəttə ki, bu fiziki bullyingdir. Cavab C variantı. Bullying hallarının yaranmaması üçün verilənlərdən hansından istifadə məqsədə uyğun deyil? Yəni, hansı məqsədə uyğun deyil? Buna baxaq. Yaranmaması üçün, yəni bullying hallarının yaranmaması üçün məqsədə uyğun olmayanı götürəcəyik. Şagirdlərdə mənəvi dəyərləri aşılamaq. Bəli, bu doğrudur. Şagirdlərdə mənəvi dəyərlər aşılamalıyıq ki, bunun qarşısı alınsın. Valideynlərlə sıx ünsiyyətdə olmaq, bu da doğrudur. Şagirdlərdə yüksək emosional intellekt formalaşdırmaq, bəli, bu da doğrudur. Daha sonra valideynləri bullyinglə bağlı məlumatlandırmaq. Doğrudur. Bullyingə məruz qalan şəxsin dostu ilə danışmaq. Xeyr, bu yanlışdır ki, cavab da uyğun gəlməyəndə Y variantıdır. Yuxarı sinif şagirdi olan Samir, sinif yoldaşı Xəqaninin köməyi ilə tez-tez aşağı sinif şagirdlərini tənəffüs zamanı məktəb yeməkxanasından ona yemək almasına məcbur edir. Bu situasiyaya görə şagirdlərin davranışlarında hansı bullying növünə rast gəlinir? Demək, yuxarı sinif şagirdi olan Samir, sinif yoldaşı Xəqanini köməyi ilə başqasının köməyi ilə edir. Deməli, bu olur vasitəli bullying. Vasitəli bullying başqasının köməyi ilə etdi. Cavab B variantıdır. 5-də cədvələ əsasən doğru fikri müəyyən edin. Doğrudan, doğrunu, yanlışdan yanlışı götürürük. Əgər uyğunluq deyirsə və ya doğru fikri deyirsə, akademik göstəricisi yüksək olan şagird eynəkdən istifadə etdiyi üçün digər sinif yoldaşları dördgöz ləqəbi ilə çağırırdılar. Verbal bullying. Bəli, burada sözlə şagirdi təhqir etmək, alçaltmaq, söz nə idi? Verbal. Doğrudur. Biri götürürük. Fərid hər dərs Salehin parta yoldaşının köməyi ilə Salehin ləvazimatlarını gizlədir və hər dərs əşyalarının axtarılmasına səbəb olur. Sosial bullyingdir. Xeyr, sosial bullying deyil. Bu vasitəli bullyingdir. Başqasının əli ilə bunu edir. 2-ni götürmürük. 3-də
Sinifdə maddi vəziyyəti yaxşı olan bir qrup uşaq ehtiyac içində olan şagirdə gülürlər. Demək, bir qrup uşaq ehtiyac içində olan şagirdə gülürsə, bu sosial bullyingdir. Qrup var burada, qruplaşma var. Olur sosial bullying. Amma burada verbal bullying yazılıb. Bu yanlışdır. Yanlışdan da yanlışı götürürük. 4-ü də oxuyaq. Nazirlər Ülkəri təqlid edərək onun adından başqalarına təhdid xarakterli mesajlar göndərir. Kiberbullyingdir, bu da doğrudur. Deməli, cavab 1-3 C variantı. 6-ya baxaq. Səbuhi ev tapşırıqlarını ona köçürməyə vermədiyi üçün Natiq acıq çıxmaq fikrinə gəlir. Bu andan etibarən Natiqin dostu hər dəfə dəhlizdə Səbuhi ilə rastlaşdıqda onu kobud sözlərlə alçaldır. Situasiyaya əsasən verilən bullying növlərini uyğunlaşdırır. Demək, özü etmir, dostunun əli ilə bunu edirsə, əlbəttə ki, bu başqasının əli ilə edirsə, vasitəli bullyingdir. 7-ni götürürəm. Əvvəl 1-ə baxaq. Qeyri-fiziki bullying. Qeyri-fiziki bullying. Bu deyil. 2-yə baxaq. Məqsədli bullying. Bəli, məqsədli şəkildə. Çünki ona köçürməyə şərait yaratmayıb. Ev tapşırığını köçürməyə razı olmayıb. Məqsədli şəkildə bunu edir. Dostunun əli ilə edir. Vasitəli bullyingdir. Və demək, kobud sözlər. Kobud sözlə deməli alçaldırsa, bu da olur verbal bullying. Cavab olaraq 2, 7, 9. C variantı. Sadiq təbiətcə utancaq və sakit şagirddir. Kitab oxumağı yoldaşları ilə ünsiyyətdən üstün tuturdu. Buna görə də onun dostu az idi. Tofiq hər fürsətdə kitab güvəsi yazılmış kağız parçasını onun çantasına qoyurdu. Bu zaman şagirdin davranışını bullyingin hansı növünə aid etmək olar? Demək, burada da kağız vasitəsilə yazılı olaraq kitab güvəsi. Yəni, bu da verbal bullyingdir. Yazılı olaraq şagirdin çantasına qoyulub. Cavab C variantı. 8-ə baxaq. Müəllim tənəffüs zamanı şagirdlərdən birinin bəzi yoldaşları tərəfindən davamlı olaraq incidildiyini və ələ salındığını müşahidə edir. Verilmiş situasiyada müəllimin hansı addımı daha doğrudur? Müəllim zorakılığa məruz qalan şagirdə yoldaşlarına qarşı eyni cavabı verməsini tapşırır. Xeyr, bu yanlışdır. Burada daha da deməli şiddətlənəcək. Ona görə bu yanlışdır və bir-birinə qarşı xəsarət edəcəklər, təhlükəsizliyi təmin olunmayacaq şagirdin. B variantına baxaq. Müəllim yaranmış halın sosial münasibətlərdə normal olduğunu düşünərək problemin öz-özünə həll edəcəyini düşünür. Bu da yanlışdır. Problem öz-özünə həll olunmaz. Müəllim tədbir görməzdən öncə qısnamaya məruz qalan şagirdin ona müraciət etməsini gözləyir. Bu da doğru fikir deyil. Müəllim qısnama halının qarşısını almaq üçün həmin sinifdə bullyinglə bağlı tədbir keçirir. Bəli, bu uyğun gəlir. Yeni də oxuyaq. Müəllim problemin həllini şagirdlərin özlərinə həvalə etməklə mövcud halların bir daha təkrarlanmasının qarşısını almağa çalışır. Bu da yanlışdır. Şagirdin özlərinə həvalə edir ki, bu vəziyyəti özləri həll etsin. Cavab D variantı. Bullyingin növləri ilə bağlı uyğunluğu müəyyən edin. Qeyri-verbal bullying, fiziki bullying, verbal bullying. Nitqində qüsur olan şagirdin çantasına uşaqlar pəltək yazısı olan kağız qoyurlar. Pəltək yazısı olan kağız qoyurlarsa yazılı şəkildə bu verbal bullyingdir. 3-ə A variantı. Şagird yoldaşları ilə arasında konflikt baş verdikdə
Reaksiyasını əşyaları sındırmaqla bildirir. Əşyaları sındırırsa bu fiziki bullyingdir. Deməli 2B variantı. Şagird lövhədə yoldaşlarının karikaturasını çəkərək onu sinifdə gülüş obyektinə çevirir. Burada da bir şəkil var, görüntü var. Bu da qeyri-verbal bullyingdir. Deməli 1C, 2B, 3A. A variantı. Sinif yoldaşları mütəmadi olaraq şagirdin karikaturasının şəklini sosial şəbəkələrdə paylaşaraq bullying edirlər. Bu situasiyaya verilənlərdən hansı uyğundur? Demək, sinif yoldaşları tez-tez şagirdin karikaturasını sosial şəbəkələrdə paylaşırlar və bu situasiyada hansılar doğrudur? Buna baxaq. Verbal bullyingdir, qeyri-verbal bullyingdir, şəkil var burada. Bəli, qeyri-verbalı götürürük. Sosial bullying, kiberbullyingdir. Bəli, 2-4. Cavab D variantı. Sosial şəbəkədə paylaşırlar və görüntü var, karikatura var, qeyri-verbal bullyingdir. 11-ə baxaq. Verilən nəzəriyyələrdən daha çox hansılarını sinifdə tətbiqi bullying halının yaranmasının qarşısını ala bilər? Demək, çox növlü intellekt nəzəriyyəsini yazıb, mənəvi inkişaf nəzəriyyəsi, zehni inkişaf mərhələsi nəzəriyyəsi, operant şərhlənmə nəzəriyyəsi, düşüncə tərzi nəzəriyyəsi. Demək, burada cavab olaraq biz mənəvi inkişaf nəzəriyyəsini götürürük və düşüncə tərzi nəzəriyyəsini götürürük. Demək 2-5 cavab B variantı. Mənəvi inkişaf nəzəriyyəsində, Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsində demək 3 səviyyə vardır. Pre-konvensional, konvensional, post-konvensional və hər bir səviyyənin də özünün 2 mərhələsi var ki, məsələn, pre-konvensional səviyyənin itaət və cəza, individualizm mərhələləri var. İtaət və cəza nə idi? Şagird qaydalara əməl edir, amma ona görə əməl edir ki, onu cəzalandırmasınlar. Əgər qaydaya əməl olunmasa, şagird cəzalanacaq. İtaət və cəza budur. Amma əslində necə olmalıdır? Şagird qaydalara əməl etməlidir. Amma cəzaya görə əməl edir. Daha sonra individualizm nədir? Individualizm şəxsi marağına görə şagird başqasına yardım edəcək, başqasına kömək edəcək. Yəni, mən bugün bunu edim, sabah da o mənə etsin. Burada şəxsi maraq var. Bu da doğru deyil. Yəni, müəllim şagirdlərə, məsələn, Haynes dileması, Joe dileması, dilema nə idi? Deməli, 2 yol arasında qalmaq, 2 fikirdən birini seçəcək. Yəni, bu əsasında suallar verərək şagirdin hansı deməli, səviyyədə olduğunu müəyyən edir və şagirdi o dəyərləri şagirddə inkişaf etdirir. Ən üstün dəyər post-konvensional dəyərdir ki, səviyyədir ki, bunun da özünün mərhələləri var. Yəni, bu səviyyədə olan insanlar yer üzərində 10-15%-dir və müəllim də bu nəzəriyyəni özü mükəmməl bilməlidir ki, şagirdlərin hansı səviyyədə olduğunu aşkar etsin və onu inkişaf etdirsin. Düşüncə tərzi nəzəriyyəsi də Karl Dweck'in nəzəriyyəsidir. Burada da 2 cür düşünmə var. İnkişafa açıq düşüncə tərzi və inkişafa qapalı düşüncə tərzi. Və bunun da özünün, deməli, özünə məxsus xüsusiyyəti var ki, məsələn, şagirdə gözləmə vaxtı verməliyik. Əgər gözləmə vaxtı verməsək, şagird açıq düşüncə tərzindən qapalı düşüncə tərzinə çevrilə bilər. Və bullyingdə də şagird hər hansı bir təzyiqə məruz qaldıqda artıq o özünə qapanacaq və bacarmadığını düşünərək geri çəkiləcək. Deməli, burada da mənəvi inkişaf və düşüncə tərzi nəzəriyyələrini götürdük. Daha sonra növbəti suala baxaq. Test 12-də uyğunluğu, cədvələ əsasən uyğunluğu müəyyən edin.
demək uyğunluğu deyirsə, doğrudan doğrunu götürürük, yanlışdan yanlışı götürürük. Buzqıran strategiyalarının istifadə edilməsi şagirdlər arasında empatiyanın yaranmasına səbəb olur. Bəli, bu doğrudur. Emosional intellektin inkişaf etdirilməsi şagirdlərdə çətin şəraitlərdə baş verən hadisələri rasional qiymətləndirərək düzgün reaksiya verməyə kömək edir. Bəli, bu da doğrudur. Deməli, emosional intellekt nəzəriyyəsi Daniel Golemanın nəzəriyyəsi idi. Onun 5 əsas komponenti var idi. Yəni, insanlarda 2 cür zəka var. Rasional zəka, bir də emosional zəka. Rasional zəka nə idi? Yəni, şagirdin bilik və bacarıqları, idrakı, düzgün qərar qəbul etməyi. Emosional zəka nə idi? Şagird, insan öz hisslərini tanımalıdır. Yəni, nə zaman əsəbləşir, o əsəbləşəndə o əsəbləşmək onun qərarına necə təsir edəcək? Yəni, özünü dərk, öz hisslərini anlamaq birinci komponentdir. Özünü tənzimləmə, yəni özünü idarə etmə, ikinci komponent. Motivasiya, yəni şagirdin, bu 2 yerə bölünür. Daxili motivasiya və xarici motivasiya. Daxili motivasiya odur ki, şagird məsələn, öyrənməkdən zövq alır. Öyrəndikcə daha da həvəslənir, öyrənir. Daxili motivasiya budur. Amma xarici motivasiya başqası ona motivasiya verəcək. Məsələn, atası deyəcək ki, valideyni deyəcək ki, əgər sən dərsini yaxşı oxusan, sənə məsələn velosiped alacam, sənə iPhone alacam. Bax, belə bir başqasının təkidi ilə mən dərsimi yaxşı oxuyum, mənə məsələn, telefon alsınlar, iPhone alsınlar. Bu da olur xarici motivasiya. Amma ən əsası olan daxili motivasiyadır. Və empatiya var, sosial məlumatlılıq var. Daha sonra deməli, münasibətlərin idarə olunması. Bu, emosional intellektin əsas komponentləridir ki, bunlar vacibdir və şagirdlərdə inkişaf etdirilməlidir. Demək, 2 də doğrudur. Yanlışa baxaq. Valideynlərlə əməkdaşlıq həm bullyingin müəyyənləşdirilməsində, həm də qarşısının alınmasında əsas strategiyadır. Bəli, valideynlərlə əməkdaşlıq etmək həm bullyingin müəyyənləşdirilməsində var, həm də bullyingin qarşısının alınması üçün yenə valideynlə əməkdaşlıq olunacaq ki, bu da demək bullyingin qarşısını alır. Ümumiyyətcə, bullyingin müəyyən olunması üçün hansı əsas məqamlar var idi, onları bir də yadımıza salaq. Demək ki, məktəbdə şagirdin özünü sərbəst ifadə etməsi üçün təhlükəsiz, pozitiv mühit yaradılmalıdır. Bu, bullyingin müəyyən olunmasında əsas vacib addımlardan biridir. Şagird hər hansı bir çətinliyi varsa, rahat şəkildə müəllimə deyəcək. Sağlam, mənəvi, psixoloji mühit yaratmaq, pozitiv mühit yaratmaq. Şəxsi portfolyoların yaradılması. Yəni, bu da şagirdin davranışı haqqında məlumat veriləcək o portfolyoda. Valideynlərlə əməkdaşlıq var. Daha sonra bütün məktəb heyəti, məktəb kollektivi bir-biri ilə əməkdaşlıq edəcək. Essenin yazılması, anonim sorğunun keçirilməsi bu olur. Deməli, bullyingin müəyyən edilməsi. Bəs bullyingin qarşısının alınma yolları hansılardır? Mənəvi dəyərlərin aşılanması. Məsələn, Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi bura aiddir. Daniel Golemanın emosional intellekt nəzəriyyəsi bura aiddir. Buzqıran strategiyaları, valideynlərlə əməkdaşlıq, onların maarifləndirilməsi, məktəb psixoloqu ilə əməkdaşlıq, daha sonra şagirdlərin maarifləndirilməsi, müəllimin özünün rol model olması, yəni müəllim özü şagirdlərə bir nümunə olmalıdır. Müəllim elə davranmalıdır ki, qarşı tərəfə müsbət enerji ötürməlidir. Nəinki səsini qaldırmaq, nəinki müəyyən bir jestlərlə demək, qeyri-sağlam psixoloji mühit yaratmaq. Yəni, bax, bunlar olur bullyingin qarşısının alınması yolları. 3 də doğrudur, yanlış da verildiyinə görə götürmürük. Yəni, doğru fikirdir. Bullyingin qarşısını almaq üçün psixoloq məsləhətinin alınması şagirdlərin individuallığını
nəzərə alaraq onlara kömək etməni təmin edir. Bəli, bunun 4-ü də doğrudur. Biz doğrulardan doğrunu götürürük, yanlışdan doğrunu götürmürük. Deməli, 1-2 cavab C variantı. 13-ə baxaq. Düzgün olmayan cavabı seçin. Məqsədli bullying, bullinin qəsdən əzab vermək məqsədi ilə zorakılıq göstərməsidir. Bəli, məqsədli bullying qəsdən edəcək, yəni əzab vermək üçün edəcək. Bu doğrudur. Doğru olmayan lazımdır bizə. İnsanın bilmədən bulliyə çevrilməsinə qeyri-fiziki bullying deyilir. Xeyr, bu yanlışdır. Cavab elə B olacaq. Bu qalsın. Tədris bullyingi tədrisdə kömək etmək məqsədi ilə məqsədsiz formada şəxsin bullyingə məruz qalmasıdır. Bəli, tədris bullyingi məsələn müəllim tərəfindən şagirdlərə bilmədən, məsələn istəyir ki, müəllim şagird daha yaxşı oxusun, özü də bilmədən şagirdi bullying edir. Yəni bu da tədris bullyingi adlanır. Bu da doğrudur. Fiziki bullyingə bullinin insana mütəmadi olaraq fiziki əziyyət verməsi aid edilir. Doğrudur. Vasitəli bullying dedikdə hadisənin bulli tərəfindən deyil, başqası tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bəli, bu da vasitəli bullyingdir. Deməli, cavab B variantı. 14-ə baxaq. Hansı situasiya bullying hadisəsinin müəyyən etməsinə xidmət etmir? Deməli, bullyingin müəyyən olunmasına xidmət etmir. Hansı situasiya? Baxaq. Müəllim davranışında qeyri-adilik müşahidə etdiyi şagirdin dostları ilə bu barədə söhbət edir. Bəli, bullying hadisəsinin müəyyən olunması üçün yəni müəllim davranışında qeyri-adilik müşahidə etdiyi şagirdin dostları ilə söhbət edə bilər. Bu doğrudur, yanlış deyil. Müəllim şagirdləri üçün onun emosional vəziyyəti haqqında məlumatlarını da yer aldığı portfolio hazırlayır. Bəli, emosional vəziyyəti haqqında məlumatlarında bu da ola bilər. Portfolioda onun emosional, yəni özünü necə hiss edir, hisslərini necə tanıyır, özünü dərk, özünü idarə, bax bunları da o portfolioda yaza bilər. Müəllim sinif rəhbəri olduğu şagirdlərin valideynləri ilə davamlı əlaqə saxlayıb şagirdlər haqqında ətraflı məlumat toplayır. Doğrudur. Müəllim şagirdlərdə mənəvi dəyərləri aşılayır, onlarda emosional zəkanın inkişafı üçün müxtəlif fəaliyyət seçir. Emosional zəkanın aşılanması, yəni mənəvi dəyərlərin aşılanması, emosional zəkanın inkişaf etdirilməsi bullyingin qarşısının alınma yollarına aiddir. Burada da bizə nə deyir? Bullying hadisəsinin müəyyən olunmasına xidmət etmir. Bəli, bu qarşısının alınmasına xidmət edir. Cavab D-ni götürürük. Məktəb heyəti, müəllimlər, direktor və psixoloq qarşılıqlı əməkdaşlıq edir, konfidensiallığı qorumaqla lazımi məsələləri anında müzakirə edirlər. Bu da doğrudur. Cavab D variantı. 15-ə baxaq. Uyğunluq gözlənilmişdir. Demək, situasiya verilib, bullyingin növü verilib və doğru yanlış. Hansında doğrudursa, yəni uyğunluq gözlənilibsə onu götürürük. Şagirdlər boyca hündür sinif yoldaşlarının karikaturasını çəkir. Fürsət tapdıqda digər şagirdləri də onu incitməyə sövq edirlər. Bu qeyri-verbal bullying, bəli, şəkil var burada, karikatura var, qeyri-verbaldır. Verbal olsaydı sözlə təhqir olunacaqdı. Bu qeyri-verbaldır, karikaturasını çəkir və başqa şagirdlər də onu incitməyə sövq edirlər. Başqası da varsa, deməli, vasitəli bullyingdir. Bu doğrudur. Biri götürürük. Daha sonra
Ana övladının gülüş doğuran şəkillərini sosial şəbəkələrdə daim paylaşır. Bu halın onun özünün narahat hiss etməsinə səbəb olduğunu ehtimal etmir. Məqsədli sosial, xeyr, bu məqsədli deyil, məqsədsizdir. Ana bilmir ki, onun övladı bundan rahatsız olur. Yəni bunu heç düşünmür, düşünmədən edir. Düşünülməmiş bullyingdir, bu yanlışdır, bunu götürmürük. Dərs zamanı müəllim şagirdin səhvlərini digərlərinə nümunə olaraq göstərir və şagird bundan inciyir. Eyni zamanda sinif yoldaşları onu axmaq deyə çağırırlar. Bəli, müəllim şagirdin səhvini göstərirsə, bu tədris bullyingidir. Şagird bundan inciyir, istəmir ki, onun səhvini tez-tez digər şagirdlərə nümunə gətirsin. Və digər şagirdlər də axmaq deyə çağırırlar həmin şagirdi. Bu da sözlüdür, yəni verbal bullyingdir. Üçü də götürürük. Üçü götürdük. Daha sonra müəllim şagirdlərdən birinin davranışına görə bütün sinifi cəzalandırır. Buna görə də sinif yoldaşları onu heç bir fəaliyyətə daxil etmirlər. Burada cəzalandırır, verbal yazılıb, fiziki bullying yazılıb və qarşısına doğru yazılıb. Xeyr, bu yanlışdır. Müəllim bütün sinifi cəzalandırırsa, bu tədris bullyingidir və buna görə də sinif yoldaşları onun heç bir fəaliyyətə daxil etmirlər. Demək, bu yanlışdır. Verbal yazılıb, fiziki bullying yazılıb. Yəni, fiziki bullyingdir, amma verbal deyil. Verbal olsa sözlü olardı, müəyyən bir sözlə təhqir edici sözlər olardı ki, bu da yanlışdır. Cavab 1-3 A variantı. 16-ya baxaq. Sinifdə bullying halını müəyyən etmək üçün verilənlərdən hansında istifadə məqsədə uyğun deyil? Sinifdə şagirdlərin öz fikirlərini ifadə etmək üçün təhlükəsiz mühit yaratmaq. Bəli, ən vacibi odur ki, müəllim təhlükəsiz mühit yaratmalıdır, pozitiv mühit yaratmalıdır ki, şagird özünü sərbəst ifadə edə bilsin. Doğrudur. Bizə doğru olmayan, yəni məqsədə uyğun olmayan, müəyyən etmək üçün, bullying halını müəyyən etmək üçün məqsədə uyğun olmayanı götürməliyik. Uyğundur, götürmürük. Şagirdlərə məktəbdəki təcrübələri haqqında esse yazmaq. Esse yazmaq, bu da doğrudur. Sinifdə mənəvi dəyərləri aşılamaq. Mənəvi dəyərləri o vaxt aşılayırıq ki, artıq bullyingin qarşısını almaq istəyirik. Ona görə mənəvi dəyərləri aşılayırıq. Məsələn, burada nəzəriyyələr var. Deməli, mənəvi inkişaf nəzəriyyəsi, Lawrence Kohlbergin, Daniel Goleman'ın emosional intellekt nəzəriyyəsini biz orada olan o əsas hissələr var ki, o dəyərlər var ki, bunu şagirdlərdə aşılayırıq. Demək, bu olur bullyingin qarşısının alınma yolları. Cavab C variantıdır. Anonim sorğu aparmaqdır, digər müəllimlərlə ünsiyyət qurmaqdır. Bu bullyingin aşkar olunması, müəyyən edilməsinə aiddir. 17-yə baxaq. Hər dəfə fiziki tərbiyə dərsində basketbol oynamağı bacaran oğlanlar qruplaşaraq Tərlanı oyundan kənar tutur. Ona heç top ötürmür, görməzdən gəlirlər. Bu zaman şagirdlərin davranışı bullyingin hansı növünə aid etmək olar? Demək, burada görməzdən gəlir, qruplaşma var. Necə bullyingdir bu? Əlbəttə ki, sosial bullyingdir ki, şagirdlər qruplaşıb, bir nəfərə qarşı deməli bullying olunur və bu da sosial bullying adlanır. Cavab C variantı. 18-ə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Demək, uyğunluq deyirsə doğrudan, doğrunu yanlışdan yanlışı götürürük.
şagirdlərin bullying haqqında məlumatlandırılması mümkün qədər bu halın yaşanmasından əvvəl baş tutmalıdır. Bəli, biz şagirdləri bullying haqqında maarifləndirməliyik, bu haqqda şagirdlərə məlumat verməliyik və bullyingin başlanmasından əvvəl olmalıdır bu deməli maarifləndirmə işi. Bullying başladıqdan sonra da ola bilər, amma əsasən əvvəl olmalıdır. Bu doğru fikirdir. Bunu götürürük. Bullyingin qarşısını almaq üçün psixoloq məsləhətinin alınması şagirdlərin individuallığını nəzərə alaraq onlara kömək etməni təmin edir. Kömək etməni təmin edir. Bəli, bu da doğrudur. Yəni, psixoloqdan məsləhət alırıq şagirdin. Bu da deməli bullyingin qarşısının alınması üçün faydalıdır. İkini də götürdüm. Yanlışa baxaq. Mənəvi dəyərlərin aşılanması bullyingin qarşısının alınması strategiyalarından biridir. Bəli, qarşısının alınma yollarından da biri mənəvi dəyərlərin aşılanmasıdır. Yanlışda olduğu üçün götürmürük. 4-ə baxaq. Şagirdləri maarifləndirərək ilk olaraq məktəbdə baş verən bullying hadisəsindən danışmaq məqsədə uyğun deyil. Bəli, biz şagirdləri maarifləndirdikdə öz məktəbimizdə baş verən bullyingi biz şagirdlərə danışmaq uyğun olmaz. Yəni, başqa bir məktəbdə olan hadisəymiş kimi biz onu şagirdlərə danışırıq ki, o şagirdlərdə qorxu, xof olmasın. Demək, cavab 1, 2, B variantı. 19-a baxaq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Tədris bullyingi tədrisdə kömək etmək məqsədi ilə düşünülməmiş formada şəxsin bullyingə məruz qalmasıdır. Bəli, tədris bullyingi tədrisdə kömək etmək məqsədi ilə düşünülmədən atılmış bir bullyingdir, atılmış bir addımdır. Bu, bizdən yanlış istəyir, bu doğrudur. Düşünülməmiş bullyingdə bully prosesə sadəcə əyləncə kimi baxır, qarşıdakı şəxsə vurduğu zərəri tam dərk etmir. Bu da doğrudur. Düşünülməmiş halda bu bullying edəcək, məsələn, idmana gedir, şagirdlərdən birini, məsələn, yumruq, boks atır, o düşünmür ki, qarşı tərəf ondan inciyər. Bir əyləncə kimi baxır, yəni bu düşünülməmiş bullyingdir. Bu da doğrudur. Verbal bullyingin ən geniş yayılmış forması hərəkətlərlə edilən bullyingdir. Xeyr, verbal bullying sözlərlə, yazılı və ya şifahi olaraq təhqirlərlə olan bullyingdir. Hərəkət varsa bu fiziki bullyingdir. Yəni, cavab doğru olmayan C variantıdır. Fiziki bullyingdə bullinin insana mütəmadi olaraq fiziki əziyyət verməsi aid edilir. Doğrudur. Vasitəsiz bullying dedikdə bullinin bilavasitə özünün təcavüzü nəzərdə tutulur. Bəli, vasitəsiz bullying dedikdə bully o bullyingi özü edəcək. Yəni, birbaşa özü o prosesdə iştirak edir. Amma vasitəli olsaydı, başqasının əli ilə dolayı yolla deməli bunu edəcəkdir. Y variantı da doğrudur. 20-yə baxaq. Sinifdə bullying halını müəyyən etmək üçün tərtib olunan anonim sorğu vərəqəsinə verilənlərdən hansı sualları daxil etmək məqsədə uyğundur? Deməli, bullyingin müəyyən olunması üçün anonim sorğu aparılır. O anonim sorğuda suallar tərtib olunur. Həm bullyingə məruz qalan şəxsə verilir o sual və bullyyə aid olan suallar qoyulur. Baş verən hadisədən valideynlərin xəbərdardırmı? Belə sual verilmir. Bu yanlışdır. O sənə qarşı tez-tez kobudluq edirdimi? Bəli, bunu götürürük. Bullyingə məruz qalmış şəxsə verilən sualdır bu. Onun belə etməsinə səbəb olacaq nəsə etmisənmi? Bu sual da veriləcək. Doğrudur. Sizcə sizin münasibət yaxşılığa doğru dəyişə bilərmi?
Bu bullyingin qarşısının alınma yollarında, yəni şagirdlər arasında deməli buzqıran strategiyaları yaradılır. Yəni bu sual verilmir orada. Deməli cavab olaraq nəyə götürdük? 2-3 cavab D variantı. Növbəti 21-ə baxaq. Demək, müəllimin öz övladı sinifdə oxuyur deyə həmin şagirdi heç vaxt öz aralarına almır, onu qrupdan tədric edirlər. Bu davranış aşağıdakılardan hansına aiddir? Yəni burada bir qruplaşma var, şagirdi təkləmə var. Əlbəttə ki, bu olur sosial bullying. 22-yə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyirsə, doğrudan doğrunu götürürük, yanlışdan yanlışı götürürük. Bullyingi yalnız məktəbdə deyil, istənilən yerdə müşahidə etmək olar. Bəli, bu doğrudur. Bullying tək məktəbdə olmur, istənilən iş yerində ola bilər, ailədə ola bilər, ailə üzvləri də bilmədən bullying edə bilər və yaxud məktəbdə. Bu doğrudur. Biri götürürük. Bullying insana güclü psixi və fiziki travma verə biləcək qüvvəyə malikdir. Bəli, bullying insana psixoloji olaraq, fiziki olaraq travma yaşadır. Bu da doğrudur. İkini də götürürük. Məktəbdə baş verən bullying daha ciddi xarakter daşıyır. Bu da doğrudur. Çünki məktəbdə baş verən bullying ona görə ciddi xarakter daşıyır ki, buradakı uşaqlar elə təcrübəsi yoxdur, yəni o bullyingə məruz qalırsa, necə davranacaqlarını bilmirlər, qapalı düşüncə tərzinə çevrilə bilirlər. Yəni, amma məsələn, böyük şəxsdirsə, o özü onun öhdəsindən gələ biləcək. Bəli, 3 də doğrudur, yanlışda olduğu üçün götürmürük. Bullyingin baş vermə səbəbləri müxtəlif ola bilər. Bəli, bullyingin baş vermə səbəbləri müxtəlif ola bilər. Bu da doğru fikirdir. Amma yanlışda da götürmürük. Cavab 1-2 C variantıdır. 23-ə baxaq. İbtidai sinif şagirdi Toğrul sol əllə yazdığına görə müəllim tərəfindən tez-tez sağ əllə yazmağa məcbur edilir və hətta müəllim bəzən sol əlindən istifadə etməməsi üçün sol əlini bağlayırdı. Bu situasiyada müəllimin davranışı haqqında bullying növlərinə rast gəlinir. Demək, burada Toğrul sağ əli ilə yazdığına görə müəllim onun əlini bağlayır, qoymur ki, o deməli sol əlindən yazsın. Demək, burada əlini bağlayırsa sağ əllə, burada bir uyğun olan götürməliyik. Uyğun olan hansıdır, onu götürməliyik. Demək, əlim bağlayır və müəllim özü edir bunu. Qeyri-verbal bullying var və vasitəli bullying var. Müəllim özü şagirdin əlini bağlayır və qeyri-verbal bullyingdir. Yəni, sözlərlə deyil, demək, şagirdin əlini bağlayacaq və qoymayacaq ki, o sol əlindən yazsın. Qeyri-verbal və vasitəli bullyingdir. Cavab C variantı. Uyğunluğu seçin. Bullyingin məqsədinə görə bullyingin növləri. Bullyingin göstərdiyi davranışa görə bullyingin növləri. Bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə bullyingin növləri. Məqsədə görə bullyingin 2 növü var. Məqsədli və məqsədsiz bullying. 1 C-dir. Deməli, 1-ə C-ni yazırıq. Bullyingin birbaşa və dolayı yolla təsirinə görə bullyingin növü var. Vasitəli və vasitəsiz bullying göstərdiyi təsirə görə. Deməli, bullyingin göstərdiyi davranışa görə. Davranışa görə fiziki və qeyri-fiziki. 2-yə B-ni yazırıq. 3-ə də deməli, vasitəsiz və vasitəli bullying. 3-ə də yazırıq A-nı.
1C, 2B, 3A. 1C, 2B, 3A. Cavab C variantı. Test 25. Şagird tez-tez yanında əyləşən sinif yoldaşının çantasını, kitablarını və s. əşyalarını gizlədir və bu onun üçün əyləncə xarakteri daşıyır. Lakin sinif yoldaşı bu davranışdan çox məyus olur və emosional sarsıntı keçirir. Situasiyaya əsasən verilmiş bullying növlərini uyğunlaşdırın. Yəni burada bir fiziki bullying var və şagird bunu bilmir ki, bu qarşı tərəfi incidir. Şagirdin kitablarını, çantasını gizlədirsə, bu fiziki bullyingdir və düşünülmədən edir. 3A. Deməli, 3A olur B variantı. Növbəti. Müəllim sinifdə bir şagirdin digərinə qarşı bir qədər verbal kobudluq göstərdiyini müşahidə edir. Yəni, sözlə kobudluq göstərdiyini müşahidə edir. Bunun bullying halı olduğunu dəqiqləşdirmək üçün ilk növbədə müəllim verilənlərdən hansı əlamətlərə diqqət yetirməlidir. Yəni, biz bilirik ki, bullying davamlı olaraq olunur, şagird davamlı olaraq fiziki və psixoloji cəhətdən şagird deməli təzyiqə məruz qalır. İndi hansı uyğundur onu seçək. Şagirdlərin akademik nailiyyətlərinə görə verbal, kobud sözlər müşahidə edir bunu. Xeyr, buna görə bu düzgün deyil. Bunu götürmürük. Daha sonra şagirdlər arasında güc fərqinin olması. Bəli, güclü şagird zəif şagirdə davamlı olaraq psixoloji və ya fiziki təzyiq göstərəcək. İkini götürürük. Şagirdlərin digər şagirdlərlə münasibətinə, yəni şagirdlərin digər şagirdlərlə münasibətinə. Burada da demək uyğun deyil, bunu götürmürük. Davamlı təkrar olması, bəli, davamlı təkrar olması, davamlı olaraq bu baş verir və güclü şagird zəif şagirdə davamlı olaraq fiziki və psixoloji təzyiq göstərir. Deməli, 2 ilə 4-ü götürürük, 5-i də oxuyaq. Şagirdlərin ailə vəziyyətinə. Bu deyil, 2, 4, cavab Y variantı. 27-yə baxaq. Arifin Aydından xoşu gəlmədiyi üçün onun haqqında sinifdə şayələr yayır və hamı Aydından uzaq gəzir. Onunla dostluq etmək istəmirlər. Situasiyaya əsasən verilən bullying növlərini uyğunlaşdırın. Demək, şagird sosial bullyingə məruz qalıb və məqsədli olaraq bunu edir. Çünki ondan xoşu gəlmir. Arifin Aydından xoşu gəlmədiyi üçün demək, şagirdlərə qruplaşma olacaq. Yəni, şagird sosial bullyingə məruz qalır və məqsədli olaraq sosial bullyingə məruz qalır. 3 və B. 3B. Cavab C variantı. 28-ə baxaq. 6-cı sinif şagirdi olan Səlim artıq çəkisinə görə digər yaşlılarından fərqlənirdi. Sinifin bir qrup uşaqları fürsət tapan kimi Səlimin xarici görünüşünə lağ etmək məqsədilə onun hərəkətlərini təqlid edirdilər. Bu zaman şagirdlərin davranışını bullyingin hansı növünə aid etmək olar? Demək, onun hərəkətlərini təqlid edirsə, burada bir görüntü var. Yəni, qeyri-verbal bullyingdir. Əgər sözlə təhqir edirdisə, o verbal bullying olacaqdı, amma onun hərəkətlərini təqlid edir, təkrarlayır, yamsılayır. Qeyri-verbal bullyingdir. 29-a baxaq. Doğru fikri seçin. Bullyingə qarşı aqressiyanı göstərmək olar. Xeyr, bullyingə qarşı aqressiyanı göstərmək olmaz. Yəni,
bullyingi yaradan şəxsə bully deyilir. Əgər aqressiyanı göstərsək, bu doğru olmaz. Çünki həmin şəxs özü də başqası tərəfindən bullyingə məruz qalıb ki, o gördüyünü başqa uşaqlarda tətbiq eləyir. A. Yanlışdır. Şagirdlərə hər dərs bullyinglə bağlı videolar göstərilməsi məqsədə uyğundur. Bəli, bu məqsədə uyğundur, amma hər dərs sözünə görə hər dərsdə bunu göstərmək doğru deyil. Beyni saxlayaq. Bullying baş verdiyi zaman ilk öncə tərəflərin sakitləşməsini təmin etmək zəruridir. Doğrudur. Müzakirəyə başlayanda məktəbdə baş verən bullying hadisəsinin təsviri ilə başlanılır. Bəli, bu da doğru fikirdir. Şagirdləri bullying haqqında məlumatlandırarkən birinci negativ nəticələrdən danışmaq olar. Xeyr, negativ nəticədən deyil, birinci pozitivdən başlamalıyıq. Y də yanlışdır. Demək, biz burada müzakirəyə başlayanda şagirddə məktəbdə baş verən bullying hadisələrinin təsviri ilə başlanılır. Bullying hadisələrinin təsviri ilə başlanılır. Xeyr, bu doğru deyil. Mən bunu doğru demişəm, amma doğru deyil. Daha sonra bullying baş verdiyi zaman ilk öncə tərəflərin sakitləşməsi təmin etmək zəruridir. Doğrudur. Cavab elə C variantıdır. Müəllim fiziki cəhətdən zəif uşağı yoldaşları qarşısında müxtəlif sözlərlə əl-əsalara futbol komandasına daxil etmədi. Bu davranış aşağıdakılardan hansına aiddir? Demək, bu şagirdə ələ salırsa, sözlərlə ələ salırsa, bu olur verbal bullying. Deməli, bullyingə aid testlərimizin izahı bu qədər. Əgər bu dərs sizin üçün faydalı oldusa, əməyə hörmət olaraq abunə olub, bəyəni paylaşmağı və dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.